Herkese salam. Davam edirik. Biologiya fənnindən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul imtahanlarının test suallarının izahı ilə. Bugün sizə təqdim ediləcəyim izah 2016-cı tədris ilinin əvvəlki illərin məzunları üçün təşkil olunmuş imtahan suallarıdır. İlk sualımızla başlayaq. Normal şəraitdə insan minimum 240 tənəffüs hərəkət etmişdir. Bilirik ki, bir dəqiqə ərzində 16 tənəffüs hərəkəti baş verir. Eğer 240 tənəffüs hərəkəti baş vermişdirsə, 15 dəqiqə müddətində olmuşdur. Və bilirik, bir dəqiqədə börəklərdən 1 litr qan keçir. Bir börəkdən isə 0,5 litr qan keçmiş olacaq. Əgər bir dəqiqədə bir börəkdən 0,5 litr qan keçirsə, 15 dəqiqə ərzində bir börəkdən 7,5 litr qan keçmiş olacaq. Və 1 litr 10 üstü 6 millimetr kubdur. Bunu nəzərimizdə saxlayırıq və 1 millimetr kub qanımızda yeni dərsliklərin rəqəmlərini istinad edərək qeyd edəcəm. Bu test nümunəsində iki sual vardır ki, bunlar deməli köhnə dərsliklərə nəzərən tərtib olunmuşdur. Hansı ki, rəqəmlər, leykosit miqdarları fərqli verilib. Amma mən bu rəqəmləri yeni dərsliklərin rəqəmləri üzərindən hesablayacağım. Deməli, qarşılıq yaranmasın deyə. 1 millimetr kub qanımızda leykosit miqdarı 4-10 mindir. Bunları nəzərimizdə saxlayırıq. Və deməli, bizim qanımızın miqdarı 7,5 litrdirsə, 1 litrimiz 10 üstü 6 millimetr kubdur. Bu da olacaq 7,5 vuraq 10 üstü 6 millimetr kub. Davam edirik. Leykosit miqdarını da hesablayaq. Bilirik ki, 1 millimetr kub qanımızda minimum leykosit 4000'dir. 4 10 üstü 3. Eğer bizdə 7,5 vuraq 10 üstü 6 millimetr kub deməli qandan söhbət gedirsə, x bərabərdir. 7,5'i 4'ə vuracaq. Bu eləyir 30. 10 üstü 6 və 10 üstü 3. Bu da eləyəcək 10 üstü 9. 30 vuraq 10 üstü 9. Bu da bizə 30 milyard vermiş olacaq. Sual 52 ilə davam edirik. Şəkildə göstərilən bitkidə ola bilməz. Bu, xaçiyələr fəsləsinə məxsus olan bitkidir. Xaçiyələr fəsləsində sadə yarpaq mövcuddur. Sadə salxım çiçək qrupuna malikdirlər. Kiləpəli bitkidir. Toxumla çoxalır, milkök sisteminə sahibdir. Cücülərlə tozlanma müşahidə edilir, lakin qövsvari damarlanma bağ yarpağı bitkisində ola bilər, zambaqlarda ola bilər, xaçiyələrdə qeyd etməmişik. Ona görə cavabımız olur A variantı. Sual 53. Bizə verib mərkəzdə qayğıdalının qıça çiçək qrupu, yəni dişi çiçəklərini verib. Təbii ki, qayğıdalının dişi çiçəklərində C4, Y0, D bir şəkildə qeyd edəcək. Dişiciklər iki ağızlıdır və qıça çiçəkləri bir cinslidir, erkəkçiyə malik deyil. Mayalanma gedir, tozlanma gedir, bəli, dişidə baş verən proseslərdir. Birinci düstur süpürgə çiçək qrupuna aid çiçəklərdədir. Dördüncü çiçək düsturu isə taxıllar fəsləsində iki cinsli çiçəkləri olan bitkilərə məxsusdur. Qayğıdalının çiçəkləri isə bir cinslidir. Ona görə bizdə doğru kəsmələr olacaq. 2, 3 cavabımız olur C variantı. Sual 54. Xarici mühitdə mövcud olan 5 dizenteriya möbülünün cəmi neçə nüvəsi vardır? Bilirik ki, dizenteriya möbülünün bir sistası 4 nüvəlidir. Əgər xarici mühitdə 5 ədəd deməli dizenteriya möbü vardırsa, nüvə sayımız olacaq 5 vuraq 4, 20 nüvə. Sual 55. Boğmayaqlılara xas olan əlamətlərdən hansı daha sonra əmələ gəlmişdir? Ümumiyyətlə biz qeyd edirik ki, 23 tipin 23-nə dair nümayəndə artıq proterozoa erasından mövcuddur və boğmayaqlar tipində xarici skelet ümumiyyətlə paleozoa erasının Kembri dövründə artıq var idi xarici xitin skelet. Əgər həşəratlar yarandısa, həşəratlarda deməli, ümumiyyətlə hava ilə tənəffüs orqanları silurdan qeyd etmişik, paleozoa erasının silur dövründə qeyd etmişik traxeyalarda. Deməli, silura götürə bilərik. Mürəkkəb gözlər əgər həşəratlar varsa, həşərat yarandığı andan mürəkkəb gözləri də götürə bilərik. Boğumlu ətraflar, tipin adı buradan gəlir, boğumlu ətraflar da daha öncə yaranır. Lakin uçmaq, həşəratlar mövcud olsa da, silur dövründə həşəratların demək, hörümçəkimlərin bəzi nümayəndələri, qanadsız cücülər, sonra əqrəb mövcud olmuş olsa da, biz qanadı boğmayaqlarda paleozoa erasının
daş kömür dövründə qeyd edəcəyik. Uçan cücələr daş kömürdədir. Ona qədər boğmayaqlarda qanat deməmişdik. Ona görə qanat ən sonda yaranmış olacaqdır. Sual 56. Qaz göyərçindən onunla fərqlənir ki, deməli qazlar e, cücə balalı quşlara aiddir. Göyərçin isə ətcə balalıdır. Bala yumurtadan çıxarkən gözləri açıq olur, üzəri lələklərlə örtülü olur. Uçuş zamanı hər iki quş tənəffüs edə bilər. Hava kisələri yoxdur, xeyir quşlarda vardır. Pəncilləsi yoxdur, quşlarda vardır. Sol aorta yox, sağ aorta qövsü çıxır. Ona görə cavabımız olur Y variantı. Sual 57. Meyozun birinci bölünməsinin anafaza mərhələsində ata və ana xromosomların qütblərinə necə paylanırlar? Və belə deyək, atadan və anadan almış olan xromosomlar meyoz zamanı fərdin belə deyək, hüceyrəsində qütblərə təsadüfi şəkildə paylanır. Yəni atadan xromosom ala bilər, anadan xromosom ala bilər. Bunlar homoloji cüt yaradır. Deyək ki, yaranmış olan homoloji cütlərin də hansı qütbdən qütbə çəkiləcəyi təsadüfi şəkildə olduğu üçün, yəni hansı qütbdən vətər telinin gəlib birləşəcəyi təsadüfi olduğu üçün, təbii ki, bunların qütbə getməsi də təsadüfi olacaqdır. Ona görə cavabımız olur A variantı. Sual 58. İnsanda qan aşağıdakı göstərilən sxem üzrə hərəkəti zamanı hansı damarla axmaz? Sol mədəcik, aorta, qarın aortası, kaplyarlar, aşağı boş vena, sağ qulacığa gəlmişdir. Əgər aşağı boş vena ilə gəlibsə, aşağı ətrafın venasından gələ bilər. Bağırsaq arteriyasından, böyrək venasından, deməli, bağırsaq arteriyasını keçmiş ola bilər. Sonra böyrək venasında keçmiş ola bilər. Qaraciyər venasını keçmiş ola bilər. Lakin bazı arteriyası axmır. Çünki sol mədəcikdən aortaya vuruldu. Oradan qarın aortası, kaplyarlar. Deyək ki, gedər bağırsaq arteriyası ilə kaplyarlara. Oradan bağırsaq venası ilə qaraciyərin qapı venası, qaraciyər venası, aşağı boş vena yenidən ürəyin sağ qulacığına qayıdar. Yəni bağırsaq arteriyasını görər, qaraciyər venasını da görər. Lakin bazı arteriyasını görməsi üçün bunun yuxarı bir boş vena ilə ürəyə qayıtması lazım idi. Ona görə yanlışdır D variantı. Sual 59. Yumurtağın yetişmə zonasında K yetişmə zonasına daxil olan hüceyrədir. Diploid hüceyrədir. Bunlar isə meyoz nəticəsində, yəni yetişmə zonasının sonunda yaranan hüceyrələrdir. Və biz fərdin somatik hüceyrəsini və qametini müəyyən etmiş olmalıyıq. K-yə 1 uyğun olacaq. Misal üçün, böyük A kiçik A, böyük B kiçik B, böyük C kiçik C fərdi. Qamet ola bilər burada böyük A, böyük B, böyük C, kiçik A, kiçik B, kiçik C. Bunlar Kresingoversiz qametlərdir. Təbii ki, Kresingoverlə də qametlər yarana bilər. Lakin burada 3-ün 1 və 2, deməli K-yə 1, M-ə 2-ni qeyd edə bilərik. Lakin 3 doğru olmaz. Çünki burada eyni əlamətin iki alternativi eyni deməli qametə düşə bilməz. Ona görə yanlışdır. Biz bilirik ki, allegenlər eyni bir qametin üzərinə düşə bilməzlər. Ona görə də yanlış olacaq. 3-ü götürməyəcəyik. Yəni 1-ə, K-yə 1, M-ə isə 2-ni qeyd etmiş olaraq cavabımız olur B variantı. Sual 60. Çox hüceyrəli göbələklərdir. Maya mukorbi hüceyrəlidir. Cavabımız olur penisil, yağlı göbələk. Yağlı göbələk, papaqlı göbələklərə aiddir və bir hüceyrəlidir. Penisil yaşlı kif göbələyidir. Yağlı göbələk, papaqlı göbələklərə aiddir, çox hüceyrəlidir. Penisil göbələyi kif göbələklərinə aiddir, yaşlı kif göbələyidir. O da çox hüceyrəli göbələklərə aiddir. Sual 61. Şəkildəki heyvanlar üçün ümumi olan əlaməti seçin. Kərtənkələ və göl qurbağası verilmişdir. Ön ətraflarında olan barmaq sayılarının cəmi bərabər deyil, yəni ümumi deyil. Çünki qurbağanın ön ətrafı 4, kərtənkələdə 5 barmaqlıdır, ümumi deyil. Sol qulacıqda arterial qanın olması, bəli, hər ikisinin sol qulacığına arterial, sağ qulacığına venoz qan gəlir, mədəciyində qan qarışmış olur. Sol qulacında arterial olur, doğrudur. Onurğasında boyun fəqərəsinin olması, qurbağanın bir boyun fəqərəsi, kərtənkələnin 8 boyun fəqərəsi vardır. Hər bir halda fəqərə sayı eyni deyil, lakin fəqərəyə malikdirmi? Malikdir. Ona görə deməli, onurğasında boyun fəqərəsinin olmasını götürürük. Qabırğarası əzələlərin olması, qurbağanın qabırğası olmadığı üçün qabırğarası əzəlləri də olmayacaqdır. Qabırğarası əzəllər aid olacaq kərtənkələyə. Cavabımız olur 2, 3 A variantı.
Sual 62. Kişinin somatik hüceyrəsinin bir nüvəsində xromosom müxtəlifliyi meyozun sonunda əmələ gələn qametin xromosom müxtəlifliyindən. Kişinin somatik hüceyrəsinin xromosom yığımı 44 düzənəkəsinin XY şəklindədir. 44 ədəd autosom xromosom bizə 22 müxtəliflik, X cinsi xromosom və Y cinsi xromosomda hərəsindən bir müxtəliflik olmaqla iki müxtəliflik cinsi xromosomlardan gəlir. Deməli, somatik hüceyrədə xromosom müxtəlifliyi olacaq 24. Əgər cinsi hüceyrədən söhbət gedirsə, n bərabərdir 22 plus x və ya n bərabərdir 22 plus y şəklində qeyd edərik. Biri üçün yazmış olsaq, qametində də xromosom müxtəlifliyi 23 olacaqdır. 23-ün 24-ə nisbətidir cavabımız. Sual 63. Məlumat verin TDK hansı tripletlər polipeptid zəncirin sintezini qurtardığını, yəni stop kodları soruşur məlumat TDT-də. UAA, UAG, UGA bilirik ki, stop kodlara uyğun nəqliyyat RNT-lər mövcud olmur və bu belə deyək də zülal sintezini, bu kodlar zülal sintezinin bitdiyini göstərir. Ona görə cavabımız olur C variantı. Əgər qadın orqanizmdə sayır cisim fazalarının ümumi müddəti 416 həftə çəkmişdirsə, bilirik ki, bir il ərzində sayır cisim fazası 26 həftə çəkmişdir. Əgər 416 həftə çəkmişdirsə, cavabımız olur buradan. Deməli, 416-nın bölürük 26-ya. Bu bizə verir 16. Deməli, 16 idi ki, bu qadın bədəni aybaşı siklı görür. Bu qadının maksimum neçə yaş var? Bilirik ki, qızlar 10-12 yaşlarından aybaşı siklı görməyə başlayır. Yəni, cins seçkəniyə çatırlar. Və 12 yaşdan nəzərə almış olsaq, maksimum bu qadının deməli, 28 yaşı var deyəcəyik. Deməli, cavabımız olur B variantı. Sual 65. Şəkildə cədvəldə həzm sisteminin müxtəlif vəzlərin X, Y, Z birləşmələrin həzmə uğradan fermentlərin sintez olunub olmaması göstərilmişdir. Bu üzv maddələr müəyyən edin. Deməli, X maddəsi ağız suyunun təsirinə məruz qalmır, mədə vəzlərinin təsirinə məruz qala bilir, mədə-altı vəzinin təsirinə məruz qala bilir. Amma ağız suyu vəzlərinin təsirinə məruz qalmır. Deməli, bu ola bilər yağ, ola bilər zülal. İkinci, ağız suyu və mədə-altı vəzin təsirinə məruz qalır, amma mədənin təsirinə məruz qalmırsa, bu artıq karbohidratdır. Çünki karbohidratların həzmi həm ağızda, həm də nazik bağırsaqda gedə bilər. İkinci olacaq bizdə, yəni Y olacaq bizdə karbohidrat. X və Z-i müəyyən edək. Z yalnız mədə-altı vəzninin təsir fermentlərinin təsiri ilə parçalanırsa, bu olacaq bizdə bitki yağları. Çünki bitki yağlarının həzmi yalnız nazik bağırsaqda gedir. Gəldi X-a. X də bizdə olacaq deməli zülallar. Deməli zülal, karbohidrat və bitki yağı olaraq müəyyən edirik. Cavabımız olur B variantı. Sual 66. İnsanda körpücük sümüklərinin yuxarı ətraflara aid olmayan sümüklərlə də birləşmə əmələ gətirdiyini söyləmək olarmı? Bəli, olar. Çünki körpücük sümüklər döş sümüyü ilə də birləşir. Yuxarı ətraflarla deməli birləşmə ətraflardan başqa döş sümüyü ilə də birləşmə yaradır. Çünki körpücük sümükləri öndən döş sümüyünə, arxadan isə kürək sümükləri ilə birləşir. Ona görə bəli, döş sümüyü ilə birləşəcək, yəni ətraflara aid olmayan sümüklə birləşmə yaradır. Sual 67. İnsanda qazanılmış yaxından görmənin ən çox ehtimal olunan səbəbi ümumiyyətlə görmə qüsurları, yaxından görmə, uzaqdan görmənin səbəbləri göz alması və ya bilurun qabarıqlığının dəyişməsi ilə bağlıdır. Əgər anadan gəlmə göz alması uzunsovdursa və ya sonradan qazanılmış şəkildə bilurun qabarıqlığı artmışdırsa, qüsur olur yaxından görmə. Əgər ki, anadan gəlmə göz alması qısadırsa və ya sonradan qazanılmış şəkildə bilurun yaslaşması, qabarıqlığın azalması baş verirsə, bu olur, deməli, uzaqdan görmə və əgər qazanılmış yaxından görmənin ən çox ehtimal olunan səbəbi soruşulursa, yaxından görmə qazanılmış halda olanda billurla bağlıdır, billurun qabarıqlığının artması ilə bağlıdır deyəcəyik. Sual 68. Hansı xəstəlik zamanı sinir sisteminin oyanma qabiliyyəti güclənir? Bazidov xəstəliyi zamanı tiroksin hormonunun qana normaldan artıq sintez olunması, deməli, orqanizmə toksiki təsirə malikdir və sinir sisteminin fəaliyyətinin daha
güclənməsinə, yəni oyanmaq qabiliyyətinin güclənməsinə səbəb olur. Oyanıqlığını artırmış olur. Ona görə cavabımız olur C variantı. Polimelit deməli, həzm sistemi, onurğa beynin hərəkət neyronları və odlağı zədələyir. Skorbut C vitamini çatışmazlığıdır. Ağız içərisində yaralar immun sisteminin zəifləməsi ilə müşahidə edilir. Poliomiyelit virus infeksiyalara aiddir. Miksidema deməli qalxan bənzər vəzin tiroksin hormonu normaldan az ifrazıdır. Əksinə oyanmaq qabiliyyəti bunların az olur. Meningit də baş beyin qişalarının iltihabıdır. Cavabımız olur C variantı. Adi şam ağacını küknardan fərqləndirən əsas əlamətlər. Adi şam İşıq sevən, küknar kölgə sevəndir. İynə yarpaqları çox nazik və uzundur. Bu doğru fikirdir. Torpağa az tərəfkardır. Bu doğru fikirdir. Çünki adi şam küknardan fərqli olaraq torpağa tərəfkar deyildir. Əsas kökü zəif inkişaf edir. Xeyr, əsas kökü güclü inkişaf edib, kök sistemi güclüdür. Hətta sürüşmə zonalarında şam ağaclarının meşələrini salırlar ki, o torpağın bərkiməsini təmin etmiş olsun. İynə yarpaqları 2-3 il yaşayır. Bu da doğru fikirdir. Cavabımız olur 2-3-5 Y variantı. Davam edirik. 2 balıq növü. Baxırıq burada. Bester, ropşa bunlar ümumiyyətlə insan tərəfindən alınmış cinslərdir. Ximer bölgə bunlar cinslərə aiddir. Təbiətdə olan cinslərdir. Cökənaxa cinsdir. Boz, akula və çay xanısı bunlar növ olacaq. Xəzər minoqası və dəniz xanısı. Bəli, burada belə deyək də, Xəzər minoqası, dəniz xanısı bunlar növ ola bilər. Lakin balıq növü deyil Xəzər minoqası. Ona görə yanlışdır. Cavabımız olur. Deməli, D variantı. Bozakula çayxanası. Sual 71. Autos sözünün mənası avtotrof sözündən gətirsək, autos özü, trofi qida deməkdir. Ona görə Yunan dilindən tərcüməsi özü. Mitoxondri membranlar. Mitoxondri iki membranlıdır. Hər membranda bir lipid qatı, bir zülal qatı vardır. Hər lipid qatında da 2 cərgə mövcuddur. Mitoxondri membranlarında lipid cərgələrin sayı olacaq 2. Daha doğrusu üzr istəyirəm, lipid cərgəsi soruşu olacaq 4. Çünki bir membranda 2 bir membranda bir lipid qatı, 2 membran olduğu üçün 2 lipid qatı var. Hər lipid qatı da 2 cərgədən ibarət, ümumilikdə 4 cərgə olacaq. Endoplazmatik şəbəkənin növü 2 növ vardır, dənəvər və hamar növləri. Qadın orqanizmdə olan qametlərə də nəzər salsaq, daha doğrusu hərəkət orqanoidlərinə nəzər salsaq, əzələsində miofibri var, leykositlərində yalançı ayaq var və epidelisində də kirpiyi vardır. Ona görə olacaq 3 növ. 4, 2, 3 cavabımız olur 9. Sual 73. Qeyd edilən heyvanların hansında qan bədən boşluğu mayesi ilə qarışmır? Kimdə ki, qapalı qan damar sistemində qarışmayacaqdır. Deməli, qum qurdu qarışmır, neşterçi qarışmır. Sonra çay xərçəngi qarışmır. Sistem qarışır. Çay xərçəngi açıq qan damar sisteminə sahibdir. Məbuca açıq qan damar sisteminə sahibdir. Dəniz xanısı qarışmır. Çünki qapalı qan damar sistemidir. Xordalların hamısında qapalıdır. Yəni dərslik kitabında adı keçən xordalların hamısında qapalı qan damar sistemidir. Dəniz xanısı yenə qapalı qan damar sisteminə sahib oldu. Yarasa məməlidir, qapalı qan damar sistemidir. Bal arısında isə açıq qan damar sistemi olacaqdır. Cavabımız olur 1, 2, 5, 6. Verilmiş bitki orqanlarının təkamül baxımından yaranma ardıcılığı ilk dəfə olaraq deməli, gövdə yarpaq mamırlarda paleozoin ordovikində yarandı. Daha sonra qıcı kimilərdə öncə əlavə kökün üzərində də yan kök yaranmış olacaq. Öncə yan kökdən çıxan kök olduğu üçün təbii ki, birinci inkişaf edən əlavə kök olmalıdır. Daha sonra deməli, yan kökü qeyd edəcəyik. Daha sonra toxum yaranmalıdır ki, toxumun şeim kökçüyündən əsas kök inkişaf etmiş olsun. Cavabımız olur 1, 5, 4, 3, 2 və nəhayət 75-ci sual. Uyğunluğu müəyyən edin deyir. Tək lələkvari mürəkkəb yarpaq burada biz bilirik ki, qoz, it burnu, akasiya bunlar tək lələkvaridir. Cüt lələkvarilərə noxud, sonra lərgə bunlara aid edə bilərik. Barmaqvari burada yoxdur. Sadə yarpaq burada yoxdur. Üçü də mürəkkəbdir. Üçər mürəkkəbdir. Bu da doğru fikirdir.